Sevgi insanı zirvəyə qaldırır, yoxsa dəli edir? Füzulinin Leyli və Məcnun əsəri şərq ədəbiyyatının ən təsirli və əbədi sevgi dastanlarından biridir. Əsərdə Məcnun adlı gəncin Leyliyə duyduğu dərin, saf və ilahi məhəbbət təsvir olunur. Onların bir-birinə olan sevgisi sadəcə adi his deyil, bu sevgi insanı maddi aləmdən ayırıb mənəvi aləmə qaldıran bir qüvvəyə çevrilir. Ancaq cəmiyyətin, ailənin və zamanın sərt qaydaları bu sevginin gerçəkləşməsinə imkan vermir. Leyli başqa birinə ərə verilir. Məcnun isə cəmiyyətin təzyiqlərinə tab gətirməyərək çöllərə çəkilir. Sevgisindən dəli olur. Onun dəliliyi əslində dünyadan imtina, saf eşqə sığınmaqdır. Bu həm də kamillik yoludur. Əsər boyu Füzuli sevgini Allaha aparan bir vasitə kimi təqdim edir. Məcnunun Leyliyə məhəbbəti nəticədə onu ilahi eşqə aparır. İndi bilirik ki, əsl sevgi sadəcə iki insan arasında duyğu deyil, o insanın öz mənliyindən keçərək mənəviyyata, kamilliyə, Tanrıya çatma yoludur.